Salam əziz müəllimlər. Bugünkü verilişimiz biologiya fənninə həsr olunur. Biz bugün Nüşabə Məmmədovanın təqdimatında canlılarda çoxalma mövzusuna dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Nüşabə xanım. Salam Pərbinə xanım. Nüşabə xanım, qeyd olunan mövzuda müəllimlər imtahan zamanı nələrə diqqət yetirməlidirlər? Pərbinə xanım, canlılar müxtəlifdir və canlılarda müxtəlif çoxalma üsulları var. Müəllimlərin deməli ən diqqət verəcəyi məsələ elə bu olmalıdır ki, hər bir canlının özünə məxsus çoxalma forması var. Oxşarlıq da ola bilər, fərq də ola bilər. Əsas məqsəd burada budur ki, müəllimlərimiz bir istiqamət götürsünlər ki, yəni bu çoxalmalar hansılardır, hansı formaları var, hər aləmin nümayəndəsi necə çoxala bilər, burada nəyə fikir verək, məsələn, ən çox məsələ həllərinə müəllimlərimizin marağı da var. Onlardan misal üçün məsələləri necə həll eləmək lazımdır. Bax, bu məsələlərə ən çox fikir vermək lazımdır ki, bunun yolları budur. Və tapşırıqlarımız da müxtəlif canlılara həsr olunub və indi tapşırıqlarımıza nəzər salanda görəcəyik ki, bu doğrudan da müəllimlərimizə istiqamət verəcək. Mən buna ümidvaram. Təşəkkür edirəm informasiya üçün. Buyurun, o zaman test tapşırıqlarının izahına keçək. Birinci testimiz. Testimiz belədir. İntensiv sürətdə çoxalan 3 ilkin bakteriyada bölünmələrin sayı cəmi 381 olmuşdur. Buna nə qədər vaxt sərf olunmuşdur və bir bakteriyanın son bölünməsində neçə fərd iştirak etmişdir? Müəllimlərimiz bilirlər ki, bakteriyalar ən sürətlə çoxalan canlılardır. Onlar 20-30 dəqiqədən bir çoxalırlar. Əgər burada intensiv sürətdə çoxalma deyilibsə, deməli bunlar 20 dəqiqədən bir çoxalırlar. Və bunu eləməkdən ötürü müəllimlər müxtəlif üsullardan istifadə edirlər. Ancaq mən burada, misal üçün, çox asan bir yolla bunu izah eləyəcəm ki, bax, müəllimlərim, çətinlik çəkməyin. Burada izahat belə gedəcək. Yəni, birinci bizdən nə soruşur? Bir bakteriyanın bölünməsində, axırıncı bölünməsində nə qədər bakteriya iştirak eləyib, bir də bizdən soruşur, nə qədər vaxt sərf olunub. Bunun üçün, baxın, biz 8 üstü n düsturundan istifadə eləyə bilirik. Yəni, bir bakteriya intensiv çoxalırsa, 3 dəfə bölünür o, 7 bölünmə baş verir və bu zaman 8 bakteriya alınır. İkinci dəfə yenə o bölünür 3 dəfə və bu zaman 64 bakteriya alınır. Deməli, məndə isə, mən indi hesablama aparıram, deyirəm ki, mənim bakteriyalarım 381 bölünmə baş verib. Və bunu da bilirlər ki, bölünən bakteriyalar, alınan bakteriyalardan hər bir bakteriyanın sayı qədər fərqlənir bir vahid. Yəni, 10 dənə alınıbsa, onda mən bölünən bakteriyanı 9 deyə bilərəm. 15 dənə alınıbsa, 14 deyə bilərəm. Burada mənim 3 bakteriyam var. Mən 381-i bölmüşəm 3-ə, almışam 127. Yəni, 127 bir bakteriyada intensiv çoxalanda bölünmə baş verib. Və burada üstünə bir gəlmişəm. Alınan fərdimiz bir bakteriyada 128-dir. Yəni, bu görünür burada. Və 128 olmağı üçün artıq bura müraciət edirəm. Bunun 2 saatda alınanı 64-düdür. Və bu da bölünüb 2 dəfə artanda olur 128. Deməli, mənim hər bir bakteriyanın yox, 3-ünün də bölünməsinə bir üstündə izah olunanda, deməli, burada 64 bakteriya alınıb deyəndə, axırıncı sonuncu bölünmədə 128-i mən 2-yə böləndə 64 alıram. Son bölünmədə bölünüb olub 128. Deməli, burada mənim 128 olmağım üçün isə axı bu 2 saatdan sonra bir dəfə də 20 dəqiqə bölünür. Deməli, alınır 128 bakteriya. Onda mənim buna 140 dəqiqə vaxtım, yəni hesablamamda baxıram ki, tamam olur. Çünki burada 2 saatımız 120 dəqiqədir. Üstünə də 20 gələn deyir 140 dəqiqə. Və bir bakteriyanın son bölünməsində, son bölünməsində 64 fərd iştirak edib. Növbəti sualımız. Söyüd bitkisi çoxalarkən milkök sistemi əmələ gəlmirsə, yəni nə baş verər? Burada çoxalmalar var. Və bilirik ki, çoxalmalarda vegetativ çoxalma çiçəkli bitkilərdə çoxalma üsullarından biri hesab olunur. Və bitki istər 2 ləpəli olsun, istər 1 ləpəli olsun. Əgər o vegetativ çoxalırsa, burada onun kök sistemindən
artıq danışanda bu saçaqlı kök sistemini əmələ gətirəcək. Halbuki müəllimlərimiz bilirlər, oxuyurlar ki, iki ləpəlilərdə bir kök sistemi yox, adətən saçaq bağışlayın. Deməli, orada iki ləpəlilərdə mil kök sistemi olur, saçaqlı kök sistemi olmur. Amma mən burada söyüd bitkisi çoxalarkən mil kök sistemi əmələ gəlmirsə deyirəmsə, burada toxumla çoxalmadan söhbət getmir. Artıq vegetativ yolla çoxalmadan söhbət gedir. Deyək ki, qələmlə çoxaltmışam. Qələmlə çoxaltmışamsa, burada nə baş verər, nə baş verməz. Onda, buna mən baxanda, onun ontogenezində rüşeyin kökçüyü olur, olmaz. Nəyə görə? Rüşeyin kökçüyü toxumdan inkişaf eləyəndə olur. Bir ləpəlinin də olur, iki ləpəlinin də olur. Amma bir ləpəlilərdə rüşeyin kökçüyü inkişafdan qaldığına görə digər köklər gəlir onu keçir və burada mil kök sistemi yaranır. Deməli, burada bu yarana bilməz. Onun ontogenezində meyoz bölünmə getmir. Ontogenezində. Ontogenez yaranandan məhv olana qədərdir. Söyüd, erkək söyüd də ola bilər, dişi də ola bilər, onda meyoz gedəcək. Çünki qametlər burada meyoz yolla yaranacaq, sonra isə təbii ki, orada problemlər çoxdur ki, əvvəlcə meyoz gedir, sonra isə mitoz gedir. Üçüncü, onun mayalanmasında iki sperm iştirak etmir. Əgər söyüd bitkisində mayalanma gedirsə, erkəyin iki spermisi dişinin artıq gəlir qametlərini mayalandırır, hüceyrələrini, hamısına qamet deməyim onu, hüceyrələrini, çünki orada dişidə olan biri hüceyrədir, digəri isə qametdir, onları mayalandıra bilir. Onun ontogenezi generativ orqandan başlayır. Bizim qələmlə çoxalmamız, hər hansı bir vegetativlə çoxalmamız, bu generativ orqan deyil, vegetativ orqandır. Deməli, bu da səhv fikirdir. Onun ontogenezi vegetativ orqandan başlayır. İstər yarpaq olsun, istər kök olsun, istər gövdə olsun, deməli, bu vegetativ orqan hesab olunur. Bunun ontogenezi buradan başlayır. Gəlin, digər bir testimizə baxaq. Çiçəkli bitkilərin çoxalması zamanı mayalanmada. Çiçəkli bitkilərin çoxalması zamanı mayalanma, iki qat mayalanma adlanır. İki qat mayalanmada iştirak eləyir 4 dənə hüceyrə, 3 dənə qamet. Dişinin mərkəzi hüceyrəsi qamet hesab olunmur. Nəyə görə? Çünki xromosom yığımı diploid olan bir hüceyrədə biz qamet sözünü işlədə bilmirik. O mərkəzi hüceyrə 2 end xromosom yığımına malikdir. Amma bizim yumurta hüceyrəmiz endir. Ona görə də yumurta hüceyrəni qamet hesab eləyirik, ancaq o birisini qamet hesab eləmirik. Buna görə də burada olunan cavablarımıza nəzər salanda, deməli burada cavablarımızı yoxlayaq, baxırıq. 2 hüceyrə iştirak edir, amma burada 2 hüceyrə iştirak etmir. Mən 2 qat mayalanmadan danışıram. Burada hüceyrə götürsəm 4 hüceyrədir. Amma qamet götürsəm bir hüceyrə 3 qametdir. Qametin özü də hüceyrədir. Amma mən onu, yəni mən 4 hüceyrə desəm burada alına bilər. Amma 4 qamet deyə bilmirəm. İzah elədim ki, orada qamet, mərkəzi hüceyrə qamet hesab olunur. 4 qamet iştirak edir. İzahatım budur. Yəni burada 3 qamet iştirak edir, düzgün cavab deyil. 3 hərəkətli qamet iştirak edir. Bunlarda hərəkətli qamet yoxdur. Bunlarda spermdir. Müəllimlərim çox gözəl bilirlər. Spermatozoid deyil. Dişi qametlə erkək qametlərin nisbəti 1-in 2-sidir. Bax, dediyim məsələ budur. Yəni, yumurta hüceyrə qametli dişidə 1, erkəkdə isə spermilər 2-dir. Deməli, nisbət oldu 1-in 2-yə. Və bu birisi cavab da düzgün deyil. Nisbət 2-2-dir, bu dediyimiz artıq uyğun gəlmir. Növbəti bir testimizə baxaq. Çiçəkli bitkilərin qeyri-cinsi çoxalmasında ola bilər ki, mən qeyri-cinsi çoxalmanı izah elədim və burada bir məsələ var. Məsələn, belə bir ifadə işlətdik ki, gövdə ilə çoxalır, yarpaqla çoxalır, köklə çoxalır. Deməli, bir valideyn fərd iştirak edir. Amma burada məqsəd nədir? Əgər bir bitkinin vegetativ yolla çoxalmasında calaq üsulundan istifadə olunursa, burada iki valideyn fərddən iki valideyn fərddən istifadə olunur. Gəlin cümlələrimizə baxaq ki, burada olanın. Görək, səhvi düzü bunun nədir? Misal üçün, cavablarımızı yoxlayanda baxırıq burada nə var. Deməli, iki valideyn fərd iştirak etsin. Təbii, dedik ki, burada biri müəllimlərim çox gözəl bilirlər. Calaq altıdır, biri calaq üstüdür. Deməli, iki valideyn fərd oldu.
Bitkinin vegetativ orqanları iştirak etməsin. Bu mümkün deyil. İkisinin də vegetativ orqanı iştirak edir. Bitkinin rüşeyin kökcüyü yaransın. Əgər bu vegetativ yolla çoxalandısa, bunun calaqaltının özünün bir kök sistemi var. Amma o rüşeyin kökcüyü yaransın deyir, o əvvəldən yaranıb, indi yaranmır. Yəni buna biraz diqqət eləmək lazımdır. Bitki nəsil verməsin. Niyə verməsin? Əgər bu kökdən də yeni bitki, çiçəkli bitkidirsə, inkişaf eləyibsə, yarpaqdan da, gövdədən də, deməli bu nəsil verəcək. Bitki iki qat mayalanmada iştirak etməsin, bu da mümkün olan şey deyil. Adətən çiçəkli bitki ömründə heç olmasa bir dəfə çiçək açır və deməli orada iki qat mayalanma gedir. Yəni bunu əsas məqsəd budur ki, burada bunu biz izahatını belə aparaq. Digər bir testimizə baxaq. Xlamidamanadanın cinsi çoxalması zamanı mayalanmada iştirak edən qametlərin sayı N ilə işarə olunsa, alınan yeni fərqlərdə qamçıların sayını necə göstərmək olar? Burada əsas məsələ nədir? Xlamidamanadanın çoxalmasında biz bilirik ki, onun cinsi və qeyri-cinsi yolla çoxalması var. Qeyri-cinsi çoxalmasında alınan yeni fərqlər, yəni bunlar 4 və yaxud da 8 ola bilirlər və alınanın həm valideyninin, həm də özünün 2 qamçısı olur. Ona görə də buna çox vaxt zoospor deyirik. Cinsi yolla çoxalmada isə onun 2 qametinin birləşməsindən bir zigot yaranır. Sonra həmin zigotdan 4 dənə yeni fərq yaranır. Tabi burada 8, 16 bu söz işlətmirik. Buradan alınanımız 4 dənə yeni fərd olur. Diqqətlə baxsaq, burada bizim deməli, bu onun cinsi yolla çoxalmasıdır. Bu cinsi yolla çoxalmada 2 qamet birləşir, bir zigot yaradır. Həmin zigotdan 4 dənə yeni orqanizm yaranır. Buna yenə deyirəm, qamçılar olduğuna görə zoospor deyirik. Və mən baxıram ki, 4-ün hər birinin 2 dənə qamçısı var. Deməli, burada olan qamçıların sayı 8-dir. Və mənim məsələmdə isə deyirik ki, alınan yeni fərqlərdə qamçıların sayını necə göstərmək olar? Deməli, burada cavabı almışıq 4N. Niyə? Çünki burada qametlərin sayı 2-dir. 2-dir. Alınan zigotdan yaranan yeni fərqlər 4-dür. 4-ü vururam 2-yə, eləyir 8 qamçı. 8 qamçını 2-yə böləndə olur 4-dür. Yəni, burada əsas məqsəd budur ki, bunu biz başa düşək ki, burada problem olmasın. Növbəti bir testimizə nəzər salaq. Spirogirada yosundur. Xlamidamanada bir hüceyrəli yosundur. Spirogira çox hüceyrəli yosundur. Spirogiranın cinsi prosesi zamanı yaranan zigotların sayı 5 olmuşdur. Sonda maksimum neçə hüceyrədən yeni orqanizm yarana bilər. Yosunlar özü də çox müxtəlifdir. Yosunların çoxalması da çox müxtəlifdir. Deməli, bizim dərsliklərimizdə 7-ci sinifimizdə yazır ki, spirogiranın cinsi prosesi zamanı, yəni onun cinsi çoxalması, çox vaxt proses deyilir, çox vaxt cinsi çoxalma deyilir. Burada qametlərin birləşməsindən zigot yarandı, zigotdan spirogira inkişaf elədi. Buradan da başa düşülür ki, bir fərqdir. Əlavə olaraq 9-cu sinifimizdə yenidən yazır ki, spirogira artıq mayalandıqdan sonra qametlər ki mayalandırdı, yaranan həmin o zigotda biz deyirik ki, meyoz gedir. Meyoz nəticəsində 4 hüceyrə alınır. Onun 3-ü inkişaf eləmir. Biz bunlara adətən dişilərdə yönəldici cisimciklər deyirik. Düzdür, burada o ifadə işlənmir. Onun birindən yeni sap inkişaf edir. Deməli, burada zigot 5-dirsə, elə 5 dənədən nə inkişaf eləyəcək? Yeni bitki inkişaf eləyəcək. Yəni, bu da yosunların çoxalmasında müəyyən bir fərq olur. Yəni, əgər doğrudan da 2 testi müqayisə eləsək, başqa-başqa proseslərdir. Növbətiyə baxaq. Əgər 50 ulotrix yosununda nüvə və xromatoforlarının cəmi N ilə işarə olunsa, onda onların hüceyrə, nüvə və xromatoforlarının sayını necə ifadə etmək olar? Deməli, mən izah elədim ki, bir hüceyrədə xromatofor da yoxdur, nüvə də yoxdur. Deməli, 50-nin içərisində, 50-nin cəmi nə qədərdirsə, nüvə ilə xromatoforu mən götürmüşəm N-lə. Onda bunun rəngli hüceyrələri
0,5 n olur. Yəni onun yarısı qədər. Və mən onun üstünə hər bir yosunda bir dənə də rəngsiz hüceyrə gəlməliyəm. Deməli, burada bizim cavabımız olur 1,5 n və üstünə gələk 50. Yəni, hüceyrənin sayı 50 yosunda o deyilən n-dən 50 dənə çoxdur. Ona görə də belə olur. Sonra gəlirik, laboratoriyada müxtəlif qablarda yerləşdirilən qida maddələrinin üzərinə bir hüceyrəli canlılar əlavə edib, 3 gün sonra hansında daha çox fərdin olduğunu müəyyən etdilər. O hansı canlı ola bilərdi? Bunu mən testlərimizin birində də indi belə bir ifadə işlətdim ki, ən sürətlə çoxalan bakteriyalardır. Və hətta dərsliklərimizin özündə 9-cu sinifdə orada əgər məhv olmasaydı, hansı canlı, hansı müddətdə yer kürəsini doldura bilərdi? Orada bakteriyalar ən sürətlə çoxalandı. Çünki onlar 20-30 dəqiqədən bir çoxalır dedik və buna görə də burada praktik olaraq artıq başa düşülməlidir ki, burada ən sürətlə çoxalan budur. Düzdür, adi amöb, məsələn, bəzən yazırlar sutkada bir neçə dəfə, bəzən kitaba baxırsan yazır bir dəfə, infizor tərlik də onun kimi, kif göbələkləri bu göbələkdir, onların mitseriləri o qədər sürətlə çoxalmır, biz onu elə çörəyin üstündə görürük ki, o qədər çoxala bilmir. Dizenteriya amöbü, bu da o qədər, bakteriya qədər sürətlə çoxala bilmir. Ona görə də bizim cavabımız nə olur? Bağırsaq çöpü bakteriyası. Növbəti testimizə baxaq. Bayram yeni bitkilər əkib tez məhsul almaq istəyirdi. O, hansı bitkilərin toxumunu əkərkən buna nail ola bilməzdi. Deməli, burada mən baxıram kələm, ağturp, çuğundur, kartof, şaftalı. Burada şaftalını əgər mən toxumla çoxaltmaq istəyirəmsə, o nə birinci il, nə ikinci il məhsul verə bilməz. Amma bunlar adətən 2 illik olduqlarına görə 1 illik də burada ola bilər. Təbii ki, biz çiçəkli bitkiləri ömrünə görə 1 illiklər, 2 illiklər və çox illiklər deyirik. Deməli, burada bizim cavabımız nə olur? Şaftalı. Yəni, cavab budur. Növbəti testimizə baxaq. Deməli, verilmiş cədvələ əsasən A plus B-nin cəmini tapın. Burada A nədir yazılmayıb, B nədir yazılmayıb, sual işarəsi qoyulub. Amma burada mikrospor var. Deməli, burada məqsəd nədir? Burada məqsəd odur ki, bunu görən bir şəxs başa düşsün ki, bizim ana tozcuqdan mikrosporlarımız əmələ gəlir. Və bir ana tozcuqdan 4 dənə mikrospor əmələ gəlir. Və həmin hər bir mikrosporun özü isə 2 dənə sperm verir. Deməli, mən burada mikrosporu 20 görmüşəmsə, deməli mənim neçə dənə ana tozcuğumdan 20 dənə alınar? Əgər birindən 4 dənə alınarsa, onda mən həmin bu 20-ni bölürəm 4-ə, alınır 5 dənə ana tozcuq. Mən nəyi tapdım? Ayı. 5. Və bilirəm ki, 20-nin hərəsindən 2 dənə qeyd elədik ki, sperm alınır. Onda 20-ni də vururam 2, alıram 40 dənə qamet. Və toplayıram, cavabımız nə olur? 45. Yəni, çox asandır. Bunu başa düşməmək mümkün deyil. Müəllim diqqətli olmalıdır ki, bu mikrospor ortadadırsa, bu mənə nə deyir? Bunun əvvəli nədir? Bunun sonu nədir? Bu da bizim dərsliklərimizdə çox gözəl açıqlanıb. Mənə elə gəlir ki, heç bir çətinliyi yoxdur. Gəlirik yenə bir testimizə. Lobya meyvəsində əmələ gələn toxumların sayı 6 olmuşdur. Rüşeyin kisələrində olan neçə hüceyrə maksimum 2 N xromosom yığımlı ola bilər. Spermlər daxil olmayıb. Deməli, burada artıq nə bilirik? Rüşeyin kisəsində əvvəlcə bir hüceyrəmiz bölünür, meyoz keçirilir, 4 dənə hüceyrə alınır, onun üçü məhv olur, bir dənəsi mitoz keçirilir və çəkilir bütbülərə. Sonra yenidən dalbadal hər biri mitoz yolla çoxalır və gəlir rüşeyin kisəsində maksimum 8 dənə haploid xromosom yığımlı hüceyrə olur. 8 dənə, bir rüşeyin kisəsində. Və bunun ikisi gəlir mərkəzə sonra, olur mərkəzi hüceyrə. Xromosom yığımı oldu 2N. Deməli, burada mənim bir rüşeyim kisəmdə spermlər daxil olmayıbsa, mayalanma getməyibsə,
cəmi bir dənə 2N xromosom yığımlı hüceyrə var. Onda 6 dənədirsə, mənim rüşeyin hissələrimin sayı da 6-dır. Deməli, orada olan 2N xromosom yığımlı 6 hüceyrə var. Bu da mərkəzi hüceyrədir. Əgər yox, spermlər daxil olarsa, burada yenə də 2 olar. Nəyə görə? Çünki müəllimlərim çox gözəl bilirlər. O mərkəzi hüceyrənin yanına sperm gəlir, olur endosperm, o olur 3N. Amma zigot yarananda olur 2. Deməli, mayalanmadan bilavasitə əvvəl və mayalanma getdikdən sonra da onların sayı 2, N soruşanda 1 ədəd olur. Triploid deyəndə yenə 1 ədəd olur. Amma mayalanmada iştirak eləyən, mayalanmada iştirak eləməyən soruşulanda onlar da başqa-başqa artıq məqsədlər üçündür ki, mayalanmada iştirak eləməyən 5N-dir, iştirak eləyən spermlərdə daxil olmaqla 5N-dir. O da birin birə nisbətini verir. Burada deməli bizim tapşırığımız budur. Və bir də müəllimlərimə xatırladıram ki, bizim rüşeyin kisələrinin sayı toxumun sayını müəyyənləşdirir. Və bir rüşeyin kisəsindən bir toxum əmələ gəlir. Bu cavabımız da artıq aydındır. Gəlirik növbətiyə. Şimpanzenin dişi və erkək fərqlərində yetişmə zonasına düşən cinsiyyət hüceyrələrinin sayı eyni olmuşdur. Alınan qametlərin sayı 150 olmuşsa, yetişmə zonasına neçə dişi cinsiyyət hüceyrəsi daxil olmuşdur. Elə buradan şəkillərə nəzər salırıq. Bu bizim dərsliklərimizdə olan şəkillərimizdir. Və biz bilirik ki, cinsiyyət hüceyrələrinin inkişafı zamanı 3 mərhələ baş verir. Onun biri çoxalma mərhələsidir. Burada mitoz prosesi gedir. Sonra onlar yenirlər böyümə mərhələsinə və sonra yetişmə mərhələsinə gəlib çatırlar. Burada artıq bizim dediyimiz meyoz prosesi gedir. Yəni bu şimpanzedə belədir. Və burada biz nə görürük? Burada görürük ki, erkək orqanizmin yetişmə zonasına düşən bir hüceyrəsindən 4 hüceyrə alınır və 4-ü də qamet olur. Amma dişidə isə düşən hüceyrənin sonda 4 hüceyrə alındığını görürəm, amma onun biri qamet olur. Deməli, onda mən bərabər sayda götürəndə, onda deyirəm ki, 2 dənə düşəndə, bir dişi, bir erkək, 5 dənə qamet alınır. 5 dənə. Onun biri nəyin payına düşür? Dişinin, 4-ü isə düşür erkəyin payına. Onda mən götürüb bunu hesablama aparmaq istəyirəmsə ki, məndə qametlərin sayı 150 olmuşdur. 150 olmuşdur. Deməli, bunun 5-dən biri düşür dişinin payına, 5-dən 4-ü isə düşür nəyin payına? Erkəyin payına. Onda dişinin payına düşün 30-dur. Yəni, mən burada hesablamamızda, görürsünüz, 60 dənə düşüb hüceyrə, o 60-ın yarısı erkək hüceyrə olub, erkək cinsiyyət hüceyrəsi olub, yarısı isə olub nə? Dişi cinsiyyət hüceyrəsi. Deməli, cavabımız neçə çıxır? 30. Düzgün ifadə hansıdır? Deməli, buna nəzər salanda, bir qametdən yeni fərd inkişaf edə bilər. Bilər. Nəyə görə? Çünki bizdə partenogenez var. Mayalanmadan yumurta hüceyrədən orqanizm inkişaf eləyə bilər. Deməli, elə mənim düzgün fikrim budur. Bir qametdən yeni fərd inkişaf edə bilər. Yerdə qalan cavablarımız isə səhv cavablardır. Yəni, bir qametdən yeni fərd inkişaf edə bilməz. Səhv cavabımız. Canlılarda ən böyük yumurta hüceyrə ən böyük heyvanlarda olur. Bu səhv fikirdir. Məməlilər ən böyük canlılardır. Ən kiçik yumurta hüceyrə onlardadır. Deməli, bu səhv fikirdir. Erkək qametlər hərəkətsiz ola bilməz. İzah elədik ki, əvvəlki testimizdə izah olundu ki, ola bilər. Bu yalnız heyvana aid deyil, bu bütün canlılara aid olan bir prosesdir. Bütün erkək qametlər hüceyrənin ən qədim orqanoidinə malikdir, səhv cavabdır. Nəyə görə? Çünki erkək qametlər bütün deyəndə, bunu mən nəzərə alıram spermləri və spermatozoidləri. Spermatozoidlərin qamçısı var, spermin yoxdur. Spermatozoidlərin qamçısı ilk dəfə yaranıb bakteriyalardır. Çünki bizim hərəkət orqanoidi deyəndə yalançı ayağımız, kirpikçiklərimiz, qamçılarımız nəzərdə tutulur ibtidailərdə. Çox hüceyrələrə keçəndə orada miofibril də yaranır. Hələ çox bəziləri də var, biz ona toxunmayaq. Deməli, bu fikrimiz nədir? Səhvdir. Onda elə bizim A variantımızda olan cavabımız nədir? Düzgün fikirdir.
Növbəti testimizə baxaq. Timsahın yetişmə zonasına 80 cinsi hüceyrə daxil olmuşdur. Bu da başqa bir formada olan məsələdir. Çünki biz genetikanı keçəndən sonra orada cinsiyyətin genetikası var. Və o cinsiyyətin genetikasında aydın olur ki, qametlər X, Y xromosomlarına malik olurlar. Və burada məsələ nədən ibarətdir ki, onun alınma sayı necə olur? Bu məsələni işıqlandırmaq üçün belə bir məsələ tərtib elədim. Timsahın yetişmə zonasına 80 cinsi hüceyrə daxil olmuşdur. Sonda alınan qametlərin 25-i X cinsiyyət xromosomu daşıyırsa, neçə yönəldici cisimcik Y xromosomu daşıyıcısıdır. Deməli, burada artıq mən X və Y oxudumsa, söhbət nədən gedir? Söhbət dişi timsahdan gedir. Çünki heyvanların bir qismində X, Y erkək fərdlərə məxsusdur. Amma quşlarda, sürünənlərdə, kəpənəklərdə və s. bu məxsusdur nəyə? Dişilərə. Deməli, burada bizə verilən 25-i X cinsiyyət xromosomu daşıyırsa, amma mən bilirəm ki, 80 dənə cinsi hüceyrə daxil olanda bayaq izah elədiyimiz kimi, burada bizim nəyimiz alınır? 4 vururam 80-ə, yəni burada bizim alınanımız, 80-i vururam 4-ə, alınır 320 dənə hüceyrə. Və bu hüceyrənin 3-ün 1-ə nisbəti, yəni 4-dən 1-i qametdir, 4-dən 3-ü isə yönəldici cisimcikdir. Amma burada bu alınan 320-nin yarısı X daşıyır, yarısı Y daşıyır. Deməli, burada verilənin qametin 25 X daşıyır. Onda mənim qametimin 25-i X daşıyırsa 80 qametim var da, elədirmi? Deməli, o 80 qametdən X 25-dirsə çıxıram, 55-i qalır Y-in payına. Onda mənim 160 dənədə nəyim olmalıydı? Y-im. Elədirmi? Onun 55-i düşürsə qametin payına, onda 105-i də düşür nəyin payına? Yönəldici cisimciklərin payına. Yəni bizim cavabımız olur neçə? 105. Və bu məsələyə baxaq. Qatır quyruğu, şam və palıd bitkilərinin hər birinin çoxalmasında, mayalanmada eyni sayda dişi qamet iştirak etmişdir. Erkək qametlərin sayı 1200 olmuşdur. Mayalanmada neçə dişi qamet iştirak etmiş və neçə toxum əmələ gəlmişdir. Burada müəllimlərim nəyə fikir veririk? Biz bilirik ki, qatır quyruğu, şam, palıd. Palıd çiçəkli bitkidir. Bu iki qat mayalanmaya malikdir. Ancaq şam və qatır quyruğunda iki qat mayalanma yoxdur. Bir erkək qamet, bir dişi qamet iştirak edir. Amma burada nəyə fikir vermək lazımdır? Biz bilirik ki, qatır quyruğundan toxum alınmır. Bunu da nəzərimdə saxlayıram və burada erkək qametlər 1200 olub, 1200. Deməli, o dəqiqə mən fikrimdə tuturam ki, mənim çiçəkli bitkim bunun yarısını istifadə edib. Çünki o iki qat mayalanmadır. Qatır quyruğunda 1, şamda 1, 2 isə çiçəkli bitkimdə. Onda cavabımı almaqdan ötürün, mən müraciət eləyirəm nəyə? Mənim burada erkək qamet, 3 dişi qamet yazılıb. Bu nə deməkdir? Bu o deməkdir ki, mənim 4 dənə erkək qametim iştirak eləyəndə 3 dənə də dişi qametim iştirak eləyir. Bayaq mən bunu izah eləmişəm ki, mənim çiçəkli bitkilərdə olan mərkəzi cürəm qamet deyil. Onda 4 qamet iştirak eləyəndə erkək, 3 dişi qamet iştirak eləyib. Və mənim 1200 iştirak eləyibsə, X qədər olar və onda 900 dişi qametim iştirak eləyib. Yəni, mən burada 900-ü tapdım. Və neçə toxum əmələ gəlmişdir? İndi baxaq, neçə toxum əmələ gəlmişdir? Və onda mən deyirəm ki, toxumların sayı nə qədər olacaq? İndi baxıram, mənim yerdə qalan, deməli burada, dişi qametim oldu nə qədər? 900. Elədirmi? 900. Və mən bunun erkək qametlərimi götürdüm ki, yarısı nəyin payına düşür? Nəyin payına düşür? Çiçəkli bitkimin payına düşür. Elədirmi? Amma bir dənə toxumun əmələ gəlməsi üçün 2 qamet iştirak edir burada. Və o birisinin əmələ gəlməsi üçün, yəni şamın toxumunun əmələ gəlməsi üçün bir dənəsi iştirak edir. Onda bizim burada, görürsünüz,
Erkək qamet 4 dənə iştirak eləyəndə burada cəmi 2 toxum alınıb. Onda mən 1200-ü, bax burada x qədər alınır və hesablayıram ki, 600 toxum alınır. Bu deməli, burada bir neçə prosesi biz nə edirik? İzah eləmiş oluruq. Gəlirik növbəti bir testimizə. Qıcıkimlər üçün hansı fikir səhvdir? Hansı bu şifahi bir misal üçün testdir. Burada qıcıkimləri oxuyanda görürəm ki, onun ontogenezində həm rizoidlə, həm kökündən su sorma var. Amma onun protalı rizoidlə sorur. Deməli, burada protal suyu kök vasitəsilə qəbul etmir. Fikri bu düzgün fikirdir. Və yaxud da qametləri mitoz yolla yaranır. Bu düzgün fikirdir. Onlarda artıq spordan inkişaf edən bir orqanizmlə söhbət gedir. Qamet protalın üstündə yaranır. Deməli, burada meyoz getməsə, qamet 0,5 daşıya bilməz ki, deməli, burada mitoz yolla gedir. Bunun qametləri mitoz yolla yaranır. Cinsi nəsil üstünlük təşkil etmir. Düz fikirdir. Bayaq izah elədim ki, yalnız mamırlarda üstünlük təşkil edən cinsi nəsil olur. Qeyri-cinsi nəsil üstünlük təşkil edir. Təbii, qeyri-cinsi nəsil üstünlük təşkil edir. Bir bitki üzərində həm cinsi, həm də qeyri-cinsi nəsil olur. Səhv fikirdir. Bitkilərdə cinsi və qeyri-cinsi nəsil qıcıq kimlərdə ayrı-ayrıdır. Yəni, protal ayrıdır, yetkin bitki isə nədir? Ayrıdır. Deməli, bir bitki üzərində həm cinsi, həm də qeyri-cinsi nəsil olur. Bu fikir səhvdir. Bunlar, yəni, baxırıq, bir də baxıram. Protal suyu kök vasitəsilə qəbul etmir. Düzgün fikirdir. Burada səhvi soruşuruq. Deməli, səhvi. Bir qəbul etmir, düzdür. Qametləri mitoz yolla yaranır, düzdür. Cinsi nəsil üstünlük təşkil etmir, düzdür. Qeyri-cinsi nəsil üstünlük təşkil edir, düzdür. Amma bir bitkinin üzərində həm cinsi, həm də qeyri-cinsi nəsil olmaz. Bu səhvi soruşurduq. Səhv fikirdir. Növbəti bir testimizə baxaq. Güvələrin çoxalması zamanı 120X xromosomlu qamet iştirak etmişdir. Əgər qametlərin 80 dənəsi dişiyə məxsus olmuşsa, alınan nəslin neçəsi erkək, neçəsi dişi olacaq. Deməli, bizim dərsliklərimizdə güvələrin şəkili var. Və bu güvələrin şəklində biz görürük ki, burada erkəklər XX xromosom yığımına malikdir, dişilər 2-0-dır. Deməli, güvələr kəpənəklərə aiddir. Bu kəpənəklərdə çox maraqlı xüsusiyyətlər var. Bəziləri partenogeniz yolla inkişaf eləyə bilir, bəziləri inkişaf eləyə bilmir. Deməli, güvələrdə əgər 2-0 görürəmsə, deməli, bu partenogeniz yolla, yəni bir qametdən orqanizm inkişaf eləyə bilər. Onda mənə verilən məsələdə 80-i dişiyə məxsusdur. 80-i dişiyə məxsusdur. Və burada alınan nəslin neçəsi erkək, neçəsi dişi olacaq. Mən yazıram ki, 120 dənə X iştirak eləyib. Onda bu 120-dən 40-ın üstünə 40 gəlmişəm, bu alınıb. Erkək 40 dənə. Onun 40 dənəsi bu cür qalıb. Özündə X var idi, amma onun yanına qamet gətirmədi heç nə. Deməli, 40 dənədə nəyim alınıb? Dişim. Və burada 40 və 40 bizim cavabımızdır. Mən elə gəlir ki, Pərvinə xanım, bu qədər, yəni bizim üçün kifayətdir. Bir balaca da müəllimlərə kömək oldusa, çox məmnun olardım. Diqqətinizə görə təşəkkür edirəm. Nüşabə xanım, ətraflı izahınıza görə biz sizə təşəkkür edirik. Ümid edirik ki, müəllimlər üçün faydalı olacaq və imtahan zamanı sizin izahlarınızdan istifadə edə biləcəklər. Bəli, müəllimlər qorxmasın. Belə yəni, asanlıqla onlar bilirəm ki, iştirak edəcəklər sertifikasiya imtahanında. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.